Salam, akşamınız xeyir olsun. Sizlərə Facebook'ta görünebilirim. Salam, akşamınız xeyir olsun. Demek biz burada Facebook'ta dəyişiklik olub deyə. Elə bildim ki, mən görə bilmirəm. Əvvəla axşamınız xeyir olsun. Yenə də bizim həftənin cüt günləri üçün canlı yayımızdır. Bugünkü mövzumuz məhz demək son zənglə bağlı olan məsələlərdir. Bilirsiniz ki, son günlər gündəmdə əsas məsələ 207 nömrəli məktəbdə baş verən bu demək hadisədir, hansı ki, hər birimizə maraqlıdır. Mən canlı yayımı paylaşacağım qruplarda, siz də dəstək olun. Və ümumiyyətlə son zəngdə bu yığımlar nə dərəcədə doğrudur? Bir qədər öncə Təhsil TV-də idi, yoxsa Müttəhan səhifəsində də rast gəldi. Müttəhan rəhbəri Eşqi Bağırov son zənglə bağlı məlumat verdi ki, biz təlimat göndərmişik məktəblərə, bizim təlimatımız var və s. və əslində isə unudurlar. Məktəblərə təlimat getməyib. Bugün son zənglə bağlı məsələləri müzakirə edəcəyik. Qarşıda bilirsiniz, ölkənin əsas mətbuatın gündəmini tutan əsas hadisədir. Eyni zamanda son zəngi necə keçirilməlidir, təklifləri və müzakirə və bu məsələ ilə bağlı, son zənglə bağlı, ümumiyyətlə tədris ilinin müddəti ilə də bağlı bəzi məsələləri danışacağıq sizlə. Canlı yayımı bəyənin, paylaşın, mən də qruplarda paylaşım və sizinlə birlikdə demək sizinlə birlikdə mövzuya davam edəcəyik. Əvvəlcə Facebook qruplarında paylaşaq. Paylaşa bilən yoldaşlar da zəhmət olmasa dəstək olsun canlı yayıma, paylaşsınlar. Eyni zamanda müəllim yoldaşlarınıza da göndərə bilərsiniz. Ümumiyyətlə, təhsil işçiləri nə qədər çox dəvət etsəniz, yəni bu canlı yayımlar əslində maarifləndirmə xarakteri daşıyır. Düşünürəm ki, hər birimizə uyğundur. Səsim gəlir, normal gəlirmi? Keçən canlı yayımda olmuşdu. İzləyənlər yaza bilərlər, zəhmət olmasa. Ən az ekranı bəyənin və yaxud da bir işarə qoyun, əgər yazmaq istəmirsinizsə və yaxud da bir salam yazın rəy bölməsində. Sizinlə birlikdə biz demək səsim gəlir normal. Facebookda canlı yayımda bir qayda dəyişikliyi olub yəqin ki. Heç də ona görədir. Səsim gəlir yoldaşlar. Səsim normal gəlirsə rəy bölməsində qeyd edin, xahiş edirəm. Səsim gəlirsə bir qeyd edin. Bugünkü canlı yayım son zəngə nəsr olunub. Eyni zamanda tədris ilinin müddəti ilə bağlı danışacağıq. Və səsim gəlirsə rəy bölməsində yazın, xahiş edirəm. Bildiyim qədər səsim normal gəlir. Yəni burada texniki şeylər göstərir ki, hər şey normaldır, amma siz burada rəy bölməsində yazsanız daha uyğun olardı. Belə. Mən bilmədim. Burada qoşulanlar qeyd edə bilərlərmi? Səsim gəlir ya yox?
Qoşulan yoldaşlar, Yunus Fərziyev, digərləri. Səsim normal gəlirmi? İngilis şriftlərlə yazdım. Salam Elməddin bəy, salam. Səsim normal gəlirmi? Gəlirsə qeyd edin, çünki keçən yayımda texniki nəsə problem olmuşdu. Siz yazmadığınıza görə mən müəyyən edə bilmirəm. Hə, yoldaşlar. Qeyd edə bilərsinizmi? Siz yazmadığınıza görə bilmirəm. Məni işlə bilirsiniz ya yox. Görək buradan. Normal gəlir səsim. Bildiyim qədər səsim gəlir. Hə, yoldaşlar. Aha. Demək belə. Hə, təşəkkür edirəm. Axır ki dinləndiniz. Və bugünkü canlı yayımın mövzusu son zəng mövzusudur. Bilirsiniz ki, bir həftə öncə bizim ən böyük, belə deyək, bu il üçün sensasiyon olan məktəb direktorunun 150 manatdan pul toplaması ilə bağlı olan məsələ idi. Hansı ki, bu məsələdə demək, məktəblərimizin əksəriyyətində var və bizə də maraqlı olan son zəng ilə bağlı məktəblərimizdə daha hansı hadisələr baş verir və bu məsələlərin qarşısını almaq üçün nə edə bilərik? Ümumiyyətlə, niyə təhsil sistemimizdə, belə deyək, niyə təhsil sistemimizdə elə məktəblərimiz ancaq pul yığmaqla tanınmalıdır? Mən düşünürəm, məktəblərimiz onsuz da təlim-tərbiyə müəssisəsidir və təlim-tərbiyə müəssisəsi olaraq daha çox uğurları ilə tanınmalıdır. Biraz da cəmiyyət sanki öyrəşib ki, son zəng, ümumiyyətlə məktəblərdə bir hadisə olsun və daha çox biz bu cəhətdə məktəblərimizi müzakirə eləməyə meyilli olmuşuq. Biraz maraqlı tərəfi də budur. Eyni zamanda tədris ilinin müddəti, bax ki, bununla bağlı bir neçə fikirlərim var. Onları bugün söyləmək istəyirəm sizinlə. Siz də paylaşın. Canlı yayın paylaşın ki, daha çox yoldaşlar gəlsin. Və canlı yayımdan dərhal sonra canlı yayımın linki, demək, canlı yayımın linki Tam TV Elşən Qafarovun YouTube kanalında yayımlanacaq. Buradan tam baxa bilməyənlər, buradan baxa bilərlər. Eyni zamanda kanala da abunə olmağı unutmayın. Belə, bugünkü mövzumuz, dediyimiz kimi, bugünkü mövzumuz məhz son zəngdir. Ümumiyyətlə, son zəng tədbiri bir çox hallarda biz elə bilirik ki, bu son zəng tədbiri demək, ancaq 11-ci siniflərə və yaxud da 9-cu siniflərə aiddir. Əslində, bu belə deyil. Son zəng tədris ilinin son zəngidir. Necə ki, tədris ilinin əvvəlində həmişə birinci dərsi nazirin əmri ilə müəyyən edilmiş mövzuya həsr edirik. Son zəng tədbiri də tədris ilinin tədbiridir. Əslində, belədir ki, birinci sentyabrın 15-də məktəbin önündəki bayraq qaldırılmalıdır və dövlət bayrağı
məktəbin öz bayrağı varsa, məktəbində bayrağı və tədris ilinin son günü, iyunun 14-də bayraq endirilməlidir və tədris ilinin müddəti ilə olan əsas hadisələr bunlardır. Birinci dərs zamanı, birinci zəng zamanı təntənəli şəkildə dövlət bayrağıdır, məktəbin bayrağı varsa, əgər məktəbin bayrağı qaldırılmalıdır. Daha sonra isə sonuncu zəng zamanı isə demək dövlət bayrağı endirilməlidir. Çox təəssüf olsun ki, bizdə təhsil sistemində baş qarışıb layihələrə, baş qarışıb imtahanlara, indi son vaxtlar imtahan keçirilmir, indi iyundan sonra ardıcıl olaraq başlayacaq keçirilməyə, daha sonra təlimlərə və nəticə etibarı ilə bugün ən böyük problemimiz də odur ki, təhsillə bağlı əsas kiçik, hətta belə texniki məsələlər bəzən ardıca böyük problemlər yarada bilir. Dediyimiz kimi, bu son zəng məsələsində olduğu kimi. Bunlarla bağlı təlimat verilmir. Mart ayında yadınızdadırsa, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin demək adından belə bir təlimat yayıldı ki, 2024-25-ci tədris ilinin son zəngi üçün canlı yayımı bəyənin və paylaşın, xahiş edirəm, dəstək olun. Yəni bu videolar sizi maarifləndirmək üçün olan videolardır və düşünürəm ki, burada siz daha çox aktiv olmalısınız. Rəy bölməsində fikirlərinizi yazın, ən azı bir salam yazın və yaxud da bir işarə qoyun ki, siz nə qədər çox bu yayımı bəyənərsiniz, nə qədər çox demək rəy bölməsində rəylər yazacaqsınızsa, eyni zamanda sizin dostluğunuzda olan yoldaşlar da görə bilər. Eyni zamanda canlı yayımı müəllim qruplarında paylaşmağınız ümumi işə kömək edir. Məsələ belədir. Mart ayının sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin adından belə bir təlimat yayıldı və biz təhsil mütəxəssisləri də sevindik ki, şükür ki, yaxşılığa doğru nəsə addım atmaq istəyirlər. Təlimat ondan ibarət idi ki, yadınıza gəlirsə, mətbuatda da getdi. Və burada son zəngdə hamı məktəbli formasında olacaq. Son zəngdə yalnız milli musiqilər səslənəcək, milli rəqslər olacaq. Musiqi hissəsində, bədii hissəsində ancaq milli musiqi alətlərindən istifadə oluna bilər. Dekorasiyalar ancaq dedik ki, əlavə dekorasiyalara imkan verilməyəcək. Və hətta bir neçə məktəb direktoru da o zaman əlaqə saxladı ki, bax, bizdə bu məsələ ilə bağlı araşdırmalar gedir və demək, Elmədi bəy salam, Murad bəy salam, xoş gördük. Və zəhmət olmasa qeyd edin, yəni fikirlərinizi də qeyd edin rəy bölməsində, eyni zamanda paylaşmağa da dəstək olun. Ən azı yaza bilərsiniz bir salam və s. Demək, hamı sevindi və hətta bir neçə məktəb direktorları zəng edərək, əgər doğrudan da belə bir iş varsa, demək, orada pul yığmaları var və yaxud da belə deyək, onların diliyindən hazırlıqlar var, bunları necə eləyək? Və bir neçə gün keçdi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəsmən bildirdi ki, məktəblərə belə bir təlimat göndərilmir. Və yenidən demək, Fərqanə xanım, təşəkkür edirəm. Və yenidən burada əsas məsələ ondan ibarət oldu ki, demək, burada bu pul yığımları vüsət aldı. Gələk 207 nömrəli məktəblə bağlı, valideynlərin o pul yığma ilə bağlı şikayəti olan valideynlər də demək, Zərdab 3 nömrəli məktəb, təşəkkür edirəm. Demək, burada əsas məsələ budur ki, orada valideynlər özləri də deyirlər ki, həmin direktorun məktəbə gəldiyi dövrdən pul yığmaların qarşısı alınır. Aydındırmı? Bir məktəb direktorunu xalq düşməninə çevirib digərlərini qəhrəman eləməyə ehtiyac yoxdur. Düşünürəm, mən o müəlliməni tanımıram və mənim müdavimlərimdən deyil. Onun fəaliyyətini izləyəndə, yəni orada elə o şikayət edən valideynlər özləri deyir ki, həmin müəllimə məktəbə gəldikdən sonra pul yığmalar məktəbdə ayrı-ayrı adlarda olan pul yığmaların qarşısı alınır. Amma, Xumar xanım salam, demək, burada bu son zəng məsələsidir. Son zəng
adətən valideynlər və uşaqlar tərəfindən başlanır. Bugünkü qiymətlərlə deyək ki, 3 ya 4 sinifi olan məktəbdə son zəngi keçirmək üçün rahat 2000, 2500, 3000 civarında vəsaitlər toplanır. Və nəzərə alsaq ki, bu əgər kiçik məktəblərdən nəzərə tuturuq, yəni sadə formada keçirilir. Yox, bu 150 manat yığılan məktəblərdə isə təbii ki, bu gəlir 10, 15 min, 20 minə gəlib çatır. Nə var bu pulun içində və bu qədər pul nəyə görə yığılır? 1. Uşaqlar 1 ya 2 formada geyim sifariş edirlər. Bu geyimlər bəzən açıq-saçıq olur, bəzən yaşa görə uyğun olsa da məktəbli formasına uyğun olmur. Daha çox bal geyimləri, gecə geyimlərinə oxşuyur. Digər tərəfdən hədiyyələr. Burada məktəb direktoru, sinif rəhbəri, ayrı-ayrı müəllimlər üçün hədiyyələr. Ən çox dekorasiyalar götürülür, rəqs müəllimlərinin tutulması və s. və s. Yəni, müxtəlif adlarla və ən əsaslı vinetka. Və Elm və Təhsil Nazirliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi bilir ki, şəxsən Bakı məktəblərini deyirəm və regionlarda da, yəni tam bilmirəm, hamısında belədir, belə deyil. Bakı Şəhər Təhsil İdarəsində, Bakı Şəhər Təhsil İdarəsinin razılığı olmadan hansısa bir məktəb gedib kənar şirkətdə vinetka çəkdirə bilməz. Konkret təklif olmuş vinetka çəkən şirkətlər var və həmin şirkətlər Təhsil Nazirliyinin ayrı-ayrı funksional idarəetmə rəhbər vəzifədə işləyənlərlə birbaşa əlaqəli və yaxud da onların şirkətləridir və hər vinetkadan da məktəb direktoruna 10 manat orada pul çatır. Hər vinetkadan. Və nəticə etibarında bir çox hallarda məktəb direktorları bundan imtina edirlər ki, ən azı 10 manat vinetka aşağı düşsün, yəni qiyməti aşağı düşsün. Bizim kifayət qədər şəffaf işləyən məktəb direktorlarımız var. Və görünən odur ki, bu 207 nömrəli məktəbin direktoru da Gülnar Müseyvli idi də, səhv eləmirəmsə. Ki, orada şəffaf mühiti yaratsa da, gəlib bax, görürsünüz, məktəb direktorları üçün bir tələ kimi qurulan, bax, bu son zəngdən yandırdı özü. Və ən əsası isə, burada pulun böyük bir qismi, bir uşaq üçün elə təqribən 70-80 manata qədər gəlib çıxır vinetkaya. Vinetkanı da yenə təkrar edirəm, bir məktəb, o məktəb direktorunun başına oyun açarlar ki, o məktəbin şagirdləri gedib başqa yerdə vinetka çəkdirsin. Və yaxud da başqa bir fotoqraf, studiya gəlib məktəbdə şəkil çəksin. Vinetka çəkən bütün şirkətlər, təkrar edirəm, Bakı Şəhər Təhsil İdarəsində, funksional vəzifələrdə çalışan, o cümlədən müddədə və yaxud da ki, Təhsil Nazirliyində funksional vəzifələrdə çalışan şəxslərin konkret olaraq şirkətləridir. Bunu hamı bilir. Bunu hər bir məktəb direktoru bilir. Ki, tədris ilinin əvvəlində məktəb direktorlarına zəng olunur, xəbərdarlıq edilir ki, kənar bir dənə fotoqraf, kənar bir dənə studiya məktəbdə son zəng çəkdirə bilməz. Və təkrar edirəm, bu studiyalar qiyməti də elə qiymət qoyurlar ki, və o yığılan pulun yarısı elə vinetkaya gedir. Niyə bunu açıqlamırlar? Bugün bildiyim qədər 207 nömrəli məktəbin direktoru güya ərizəsini alıblar, işdən çıxardıblar, ərizəsini yazıb işdən çıxardıblar. Təbii ki, tapşırıblar ki, ərizəsini verir. Bugün mənim mətbuatdan o ki, sonuncu müsahibəm ki, əgər Emin Əmrullayev ya bu işin qabağını almalıdır, ya da bacarmırsa etiraf edib, istefa verib getməlidir. Bütün bu maxinasiyaların, bütün bu fırıldıqların başında duran Emin Əmrullayev şəxsən özüdür. Bir ölkənin təhsil naziri ki, açıq-açığından briefingdə deyirsə ki, nəyə görə pulsuz olmalıdır hansısa olimpiyada və tədbirlər də niyə pulsuz olmalıdır, əgər onun məntiqi ilə danışsaq. Nə böyük zülümdür, istər Emin Əmrullayev üçün, istərsə də Eşqi Bağırov üçün. Nə böyük zülümdür ki, 10 cümləli bir mətn yazıb, məktəbə göndərsinlər ki, bax, son zəng keçirilərkən uşaqların başlanmasından sona qədər tədbir necə keçiriləcək. Və bugün müsahibəsində Eşqi Bağırov artıq Emin Əmrullayevdən öyrənib, açıq-açığına yalan danışır ki, bizim təlimatımız var. Haradadır təlimat? Paylaşımda görürsünüz ki, bir həftədir ki, bütün sosial şəbəkə, bütün mətbuat
Son zəngdə yığılan pullarla danışır. Pullar haqqında danışır. Hardadır bu təlimat? Çıxardın ortaya. Bizim varımızdır. Özləri də tapa bilmirlər. Hansı ildə hansısa bir təlimat veriblər? Təlimat hər il yenilənir. Təlimat iki cür olur. Bir, konkret olaraq bir fəaliyyətin həyata keçirilməsi üçün konkret olan müddət ərzində mexanizm. İki, hüquqi normativ sənədin həyata keçirilməsinin mexanizmi. Təlimat budur. Siz təsəvvür edirsinizmi? 2021-22-ci ildə Emin Əmrullayev məktəbə hazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı əmir verib. 2022-23, 23-24, 24-25, 3 ildir. 1 il o əvvəlki elə 2021, 4 ildir həmin demək əmir qüvvədədir. Və 3 ildir yaddan çıxıb ki, məktəbə hazırlığa hər il biz 100 minə yaxın uşaq qəbul edirik. 100 minə yaxın uşaq qəbul edirik məktəbə hazırlığa. Məktəbə hazırlığın təşkili qaydaları yoxdur. Ölkədə sinifdən sinifə keçmə qaydaları adın qoyublar müvəqqəti 11 il bundan qabaq qəbul edilir. Ölkədə uşaqların məktəbə qəbul və yerləşməsi qaydaları 11 il bundan qabaq qəbul edilib. Ondan sonra sistem tamamilə dəyişib, elektron qaydada qəbul edilir. Halbuki qanunvericiliyə görə bunu Emin Əmrullayev eləməlidir. Niyə yeni qaydalar tətbiq olunur? Ki, məktəb direktorların başı həmişə qaydalar olmayanda hərə subyektiv fikrinə görə addım atacaq. Və yaxud da ki, qaydalar olmayan yerdə bu qaydalar müzakirə olunur da. Və məktəb direktorları üçün daim belə, necə deyərlər, tələlər, belə yaxşı mənada desək, tələlər qurulur ki, istənilən adımda məktəb direktorları burada yalnız səhv eləyəcəklər. Və nəzərə alsaq ki, burada Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin tələblərinə zidd olaraq məktəb direktoru, direktor müavinləri üçün boş olan vakansiyaları heç bir səbəb olmadan 1 illik əmək müqaviləsi bağlanılır və bunlar da daim bax belə asılı vəziyyətdə qalır. Ölkənin təhsil səviyyəsini bu adam iflic vəziyyətinə qoyur. Aydındır mı? Yəni, mətbuata çıxıb artist formasında danışmaqla deyil. Emin Əmrullayev bugün Azərbaycan təhsilini elə bir iflic vəziyyətinə salır ki, bu insan, vallahi mən inanıram ki, vəzifədən çıxarılan kimi, Amerikaya qaçan kimi orada o ağa babasına əla bir fərqləmə diplomu alacaq ki, bəli, sən öz missiyavi artıqlaması ilə yerinə yetirdin. Və Azərbaycan təhsilini elə bərbad hala saldın ki, Azərbaycan cəmiyyətinə uzun illər, 10 illiklər lazım olacaq ki, bax bu 5 ildə və Emin Əmrullayevin hələ onsuz da funksional vəzifədə olduğu dövrü hələ çıxıram. Çünki nazirlər o zaman başqaları idi. Məsuliyyət onların üzərinə düşür. Konkret olaraq son 5 ildə Azərbaycan təhsilində baş verənlər hələ uzun illə, bəlkə də 10 il, 15 il vaxt lazımdır ki, o yaralar sağalsın. Reallıq bundan ibarət. Və yenə üzümü tuturam Emin Əmrullayevə. Bilirəm, yəni buradan baxırlar, göndərirlər ona, özü baxır, hər nədirsə. Üzümü tuturam və soruşuram. 10 cümləlik bir təlimat hazırlayıb məktəblərə göndərmək bu qədər mi çətindir ki, bu son zənglə bağlı məsələ həll olunsun? Yəni, insan yoxdur. Elə insanlar, elə valideynlər var, biz həmsöhbət oluruq da cəmiyyətin içindəyik. Son zəngdə aldığı borc pulu, o 300, 400, 500 manatı, hələ məktəbdə olan tədbir 150 manatdır. Bunun axşam restoranı var, digər məsələləri var. Hələ binetka orada daxil deyil, hələ o 150 manata. Bəzən 2 ay, 3 ay o borcu verməyə məcbur olur. Zaten valideynlər olan qalanını da verirlər repetitora, olan qalanını da verirlər hazırlığa, olan qalanını da verirlər kurslara. Və bir də bu son zəngin bu dərəcədə bir məktəbdə fərqli, digər bu ölkənin bütün məktəbləri, bütün vətəndaşları eynidir. Və bütün məzunların son zəngini eyni qədərdə keçirmək çox böyük problemdir.
Yenə gec deyil. İndi bu boyda rüsvaçılıqdan sonra sosial şəbəkələr üzərindən Emin Əmrullayevin və yaxud da Müttanın ünvanına səslənən bu qədər ağır sözlərdən sonra heç olmasa bir balaca üz utanar və bir qərar qəbul edərlər də, bir təlimat verərlər ki, bax o kimsə yalandan paylaşmışdı, bəlkə də bunları bir hərəkətə gətirsin ki, bax belə bu şəkildə bir təlimat vermək olar. Qoy bütün son zəngdə, bütün şagirdlər məktəbli formasında olsun. Təbii ki, məzunlar məzun lenti ilə. Qoy ancaq milli musiqilər, hər il görürük, indi yenə səslənəcək. Kriminal musiqilər, xarici musiqilər və s. və s. Yəni bu Azərbaycan məktəblisi üçün nə dərəcədə doğrudur? Bütün bu problemləri direktorun ixtiyarına buraxanda, təbii ki, elə valideynlər var, gəlirlər, yox biz istəyirik övladımız üçün belə olsun. 207 nömrəli məktəbdə gördünüz, valideynlər 2 qrupa bölünmüşdür. Bu məsələni bir yoluna qoymaq lazımdır da. Reallıq ondan ibarət ki, Emin Əmrullayev bugün Azərbaycan təhsilində nəyinsə düzəlməsini istəmir. Belə son zəng məsələsini. İstəsə, cəmi 5 dəqiqə bir təlimat hazırlanacaq, məktəblərə göndəriləcək və sadəcə altına yazılacaq. Bu təlimatı pozan istənilən məktəb direktoru işindən azad olunacaq və yaxud da ki, sərt olaraq cəzalandırılacaq. Görək hansı məktəb direktoru bu addım atar və yaxud da valideynlərin istəyinə uyğun olaraq məktəb direktoru da deyəcək ki, bizim Elm və Təhsil Nazirliyində bir nazir var, ara bir də olsa beyin işə düşür və bir ağıllı bir qərar verir və bu qərarı biz poza bilməliyik. Yəni, reallıq bundan ibarət. Bəli, burada yazırlar, doğru da deyirlər, hələ rəqslərlə bağlı. Vals. Azərbaycanda hardan milli mentalitetdə var bu? Vals. Yoxdur axı bizdə bu. Hökmən musiqi nömrəsində bir vals olmalıdır. Bu Azərbaycan mentalitetində harda var bu? Və hamı da biri-birinə sanki bəhsə girir. Qaydalar olmayan yerdə qaydasızlıq hökm sürür. Qaydasızlıq olmayan yerdə yuxarıda oturan idarə edicinin fəaliyyəti müzakirə olunmur. O qaydasızlığı yerinə yetirən şəxslər müzakirə olunur. Bax, Emin Əmrullayeva bu sərf edir. Bugün məktəblər müzakirə olunur, direktorlar müzakirə olunur, müəllimlər müzakirə olunur. Amma bunun qarşısına ala biləcək şəxs bir təlimatla bunun cəmi 3 dəqiqə bunun qarşısını almaq o qədər sadədir ki. Bəzən sual verirlər ki, Eşən müəllim, təhsildə bu vəziyyəti düzəltmək mümkündür? Əlbəttə mümkündür. Təhsilin başında oturan bunu istəmir düzəlməyə. Çünki qaydalar olanda daha aydın hər şey görsənir. Qaydalar olanda daha yaxşı hər şey görsənir və Emin Əmrullayevin çirkin əməlləri hələ bundan sonra üzə çıxacaq ki, gör, bu adam LGBT-yə 100 minlərlə pul ayırır qeyrilərə. Feministləri yığıb Elm və Təhsil Nazirliyini. Cinsi azlığın nümayəndələrinin əgər bir ölkənin təhsil naziri əgər himayə edirsə, daha necə olmalıdır? Adları ilə deyə bilərəm. Bugün Elm və Təhsil Nazirliyində. Kimlərdir? Açıq getmişik müsahibəyə, Təhsil Nazirliyi nümayəndəsi gəlib, saytların birində. Qadın deyir ki, mən feministəm. Elm və Təhsil Nazirliyini təmsil edir. Bu hansı düşüncəyə uyğundur? Aydındırmı? Yəni, məsələ buradadır. Və bu son zənglə bağlı məsələnin indi də gec deyil. Bugün ayın 13-üdür, sabah 14-üdür. 10 gün, 15 gün ərzində bir dənə tapşırıq vermək olar. Təlimat göndərmək olar yazılı şəkildə məktəb direktoru da valideynlərlə ki, hansı ki, o xərc çəkən valideynlər deyəcək, yox, biz belə istəyirik. Yəni, valideyn üçün o şadlıq keçirmək, yəni bir çox valideynlər elə düşünür ki, bu, yəni hansısa bir şadlıqdır. Təbii, gedib evində istədiyi formada keçirdə bilər. Və yaxud da ki, məktəblə bağlı olan tədbir bitəndən sonra kim necə istəyir gedib keçirdə bilər. Amma reallıq odur ki, məktəblərdə bu biabırçılığın qabağını almaq lazımdır.
Məktəblərdə bu biabırçılığın qabağını almaq üçün də təbii ki, Elm və Təhsil Naziri əmr verməlidir, təlimat verməlidir. Bax, məsələ buradadır. Bir-birlərinə yola getmirlər nazirlikdən, agentliklər arasında. Biri-birini fəaliyyətini iflic vəziyyətinə salmaq üçün əlinə gələni eləyirlər, nəticədə təhsildə biabırçılıqlar olur. Reallıq ondadır. Yenə təkrar edirəm. Bizim təlimat verən deyən Eşqi Bağırov, yəni otursun hüquq fakültəsini bitirib də bir balaca, yəni diplomu oldu. Bir balaca oturub aydınlaşdırsın ki, təlimat bir fəaliyyətin həyata keçirilməsi, üçün verilmiş, belə deyək, normativ sənəd idarə edici funksional struktur bölmədən. Və bir də hüquqi normativ sənədin həyata keçirilməsi mexanizmini göstərən normativ sənəd. Hansısa əmrin həyata keçirilməsi. Sirkulyar məktub deyirik, dövrü məktub deyirik, dövrü təlimat deyirik və s. və s. Bizim təlimatımız var. Bizim təlimatımız var deyən agentlik müdiri həmin təlimatı həmin agentliyin səhifəsində yayımlanar və deyəcək ki, məktəblərə biz təlimatı göndərmişik. Harada göndərmişsən? Yoxdur axı. Axtar gör. Var mı? Bax, məsələ buradadır. Və doğrudan da təəssüf olur. Baxın, görün, bu il, yəni hər il təqribən 110-120 min 9-cu sinfi bitirir. Onlar təbii ki, sonra əksəriyyəti 11-ci sinifə qəbul olunur. 10-cu sinifə qəbul olunur. Hər il 100 mindən yuxarı bizim məzun 100 minə qədərimiz dediyimiz kimi, hətta ondan da azdır əslində. Mənim bildiyim 90 min, 95 min arasıdır. Təhsil sahəsi o qədər belə yiyəsiz başlı başına qalıb ki, bir mütəxəssis olaraq lazım olan rəqəmləri də lazım olan yerdən tapa bilmirik. Ki, 11-ci sinif məzunları oldu. Bunların bu şad gününü hər il bir qanqarasızlığa düşməlidir. Mənə göstərin Bakının və şəhər məktəblərinin hansı birində pul yığılmır. Hansı məktəbdə pul yığılmır son sayınca. Mən də direktor olmuşam. Mənim işlədiyim məktəbdə də bunlar təşkil olunur. Çünki qonşu məktəbdə ondan yaxşı təşkil olunur. İstərsə məsələn biraz da direktor olaraq istəyirsən ki, budur, deyək ki, orada hədiyyədir, nə bilim, filandır, o birisi olmasın, amma dekorasiyanı istəyirsinizsə, nəyə lazım bahalı dekorasiya, amma şara da pul verirsən, o birisini də verirsən. Məktəb direktorları, məktəblərdə dərnəkləri lazımsız yerə, istiqamətə verməyin. Məktəbin müəllimlərinin dərs saatını düzəltməyə verməyin. Bədi qiraətdir, məsələn, onsuz da dərnəklərin təşkili qaydalarında deyir ki, bu incəsənət sahəsinə verilməlidir, idman sahəsinə verilməlidir, bədi yaradıcılığa verilməlidir. Yaradın dərnəkləri, bu sizin bütün tədbirlərinizə öz məktəbinizin demək, şagirdləri iştirak eləsin. Öz məktəbimizin şagirdləri iştirak eləsin. Və problem də bununla həll olunsun. Nəyə lazımdır ansambullar çağırmağa? Nəyə lazımdır bu dekorasiyaya filan qədər pul vermək? Nəyə lazımdır əlavə xərclər çəkmək? Sonda da ki, bax belə olur, hamı verə bilmir axı. Bax 20 nəfərin, 2 nəfərin, 1 nəfər də verə bilməsin. O 1 nəfərin də son zəngidir, onun da haqqıdır. Bəzən elə olur ki, o pulu ailəsinin imkanı olmayan şəxslər bəzən son zəngini gəlmirlər tədbirə. Könül xanım deyir, mən adlarını deyim, harada yığılır. Buyurun, deyim. İndi də dəb düşüb iftidai siniflərində son zəngidir. Yəni, 4-cü sinifin son zəngi tamamilə ayrıdır. Yadca gəlirsə, keçən il Abşeron'daydı da bu hadisə. Müəllimə qızıl üzüyü və s. Yəni, müəllimlər yığışıb, valideynlər yığışıb, iftidai sinif müəlliminə bir bahalı hədiyyə verməlidirlər. Bu adətən qızıl zinniyyət əşyası ola bilir və digər məsələ ola bilir. Bu nə biabırçılıqdır? Niyə Azərbaycan məktəbləri ancaq negativ halları ilə tanınmalıdır? Axı bizim məktəblərimizin müsbət uğurları da var axı. Bizim şagirdlərimizin
deyək ki, yerli və beynəlxalq olimpiyadalarda uğurları və yaxud da ki, müsabiqələrdə, yarışlardakı uğurları, idman yarışlarındakı uğurları və s. dərnəklər düzgün təşkil olunsa, bunların elə o qabiliyyətlərinin inkişafı ilə bağlı görülən işlər. Niyə məktəbdən kənar təhsil müəssisələri arasında yarışlar keçilmir və s. Vəsait buna ayrılsın da. Bu Emin Əmrullayev o cinsi azlıqlara ayırdığı pulu versin bu bir sahəyə, idman, digər sahələr, yəni olimpiyadalar ödənişli olmasın, idman yarışları ödənişli olmasın. Bunlar təşkil olsun, məktəb, təhsil mühiti uşaqlar üçün maraqlı olsun. Yəni belə qəfəs kimi və yaxud da ki, zindan kimi məktəbi görməsinlər. Niyə bunu eləmirik biz? Aydındır. Və bu baxımdan çox istərdim ki, bizdə təhsil sistemində, bu da səbəb ondan irəli gəlir ki, bilirsiniz, bütün problemlərin kökündə nə durur? Təhsili, bilirsiniz, bir zavod, fabrik gözü ilə idarə edirlər. Çünki bunların anlayışında hər şeydən pul çıxartmalıdır. Amma təhsil sahəsi elə deyil. Təhsil ölkənin strateji, mühüm sahəsidir və bu sahəyə dövlət pul yatırır. Təhsildə pul qazana bilməzsən, sən. Təhsildə necə pul qazana bilərsən ki, təhsil sənin gələcəyindir. Sən gələcəyinə pul qazana bilməzsən. Bütün sahələrdən əldə edib təhsilə xərc qoyursan ki, gələcəyin daha yaxşı olsun. İnsan kapitalı yetişdirir. Təhsilin əsas məqsədi budur. Və sonra biz məktəblərdə qayıdıb deyirik ki, valideynlər məktəbə qarşı aqressivdir. Bugünkü valideynlər kimdir? 10 il, 15 il bundan öncə, 20 il bundan öncə, bu pul yığmalara görə qısnadığımız, əzdiyimiz, təhqir etdiyimiz, aşağıladığımız və yaxud da ki, o direktorun dediyi kimi cərgədə yox, cərgədən kənar saxladığımız məktəbdən və müəllimlə münasibətdən travma almış şagirdlərimizdir də keçmiş. Həmin travmanın nəticəsidir onlar bugün o aqressiya ilə məktəbə və müəllimə qarşı davranırlar. İzah elə bilirəmmi? Bugünkü valideynlər bizim 10 il, 15 il bundan öncəki şagirdlərimizdir. Bax, bu pul yığmalar Azərbaycan məktəbini və Azərbaycan müəllimini o qədər nüfuzdan saldı ki, bugün valideyn məktəbə qarşı bu cür aqressiv davranır. Aydındır mı? Və məsələ odur ki, məsələ ondan ibarətdir ki, biz birinci növbədə bilməliyik ki, elə məktəb üçün də, təhsil üçün də özümüz öz altımıza min hazır edirik. Cəmiyyətdə aqressiv vətəndaşlar harada formalaşır? Təbii ki, məktəbdir. Biz məktəb təkcə ali məktəbə hazırlıq kursu deyil. Məktəbin əsas məqsədi təlimlə yanaşı tərbiyə verməkdir. Tərbiyənin də əsas xüsusiyyəti, onun estetik tərbiyəsi var. İnsanların biri-birinin hüquqlarına hörmətlə yanaşması var. Humanizm prinsipi əsas şərtdir. Bütün konfliktlərdə, bütün mübahisələrdə, bütün fikir ayrılıqlarında tərəflərin biri-birinin fikrinə və hüquqlarına qarşılıqlı hörmətlə yanaşması var. Edə bilirikmi bunu təşkil? Edə bilirikmi məktəbdə? Yox. Necə, hansı ürəklə, özdə qadın olasan, ana olasan, deyəsən ki, sən bu 150 manatı verməsən, sırada durmazsan, kənarda baxarsın. Nə bilirsiniz, o bugün 150 manatı olmayan şəxsin sabah hansı imkanı olacaq? Və o məktəbə ən azı sabah valideyn olacaq. Və o məktəbə hansı gözlə baxacaq, hansı münasibətlə baxacaq? Biz özümüz şagirdlərimizin timsalında cəmiyyətdə məktəbə qarşı o qədər aqressiv insanlar yetişdiririk.
Şəraiti yaradan kimdir? Elm və Təhsil Nazirimiz və yaxud da ki, Nazirliyin qaydasızlığı. Ən böyük arzum Azərbaycan məktəblərində pul yığmalar dayanmalıdır. Azərbaycan müəllimini nüfuzdan salan bu halların qarşısı alınmalıdır. Və bunun qarşısını almaq da o qədər asandır. İnandırım sizə. O qədər rahatdır ki. Amma çox təəssüf olsun ki, bugün başda Elm və Təhsil Naziri postunu tutan Emin Əmrullayev və onun idarəçiliyində olan şəxslər bunu istəmirlər. İstəsələr, bunu həyata keçirmək çox rahat, çox asandır. Burada yazırlar ki, LGBT üçün pul ayırmıyor. Xeyr, LGBT üçün nazir təbii ki, vaxtı ilə ona Mərkəzi Avropa Universitetində təhsil alması üçün grant ayıran adamın və təşkilatın sövq edən odur. Təbii ki, milli maraq hər şeydən üstün olmalıdır. Milli maraq hər şeydən üstün olmalıdır. Bəli. Bəli. Çıxa bilərdi. Mən niyə xarici təşkilatların yaratdığı QHT-lərə və yaxud da onların xətti ilə yaradılan QHT-lərə vəsait ayırmalıyam ki? Niyə feministləri tərbiyə sisteminə gətirməliyəm ki? Nə Səbinə xanım? Əlbəttə. Əlbəttə mümkündür. Necə edirlər ki, direktor təyin edilirsə, əyləşən kresloya əyləşən ilk olaraq pul yığmaq olur. Yox, bunu bütün məktəb direktorlarına şamil etmək ən azı insafsızlıq olar. Bizim məktəb direktorları arasında işinə, peşəsinə kifayət qədər hörmət edən və bütün təzyiqlərə rəğmən şəffaf işləməyə çalışan məktəb direktorlarımız kifayət qədərdir. Onların haqqına girmək olmaz. Və yenə təkrar edirəm, bax bu Günlar müəlliməni 207, hansı ki, bildiyim qədər elan elədilər ki, çıxardıblar artıq. Amma məsələ odur ki, orada o şikayət edən valideynlər özləri deyirlər, indiyə qədər məktəbdə heç bir pul yığma olmayıb. Yəni, ən azı Günlar müəllimə o sistemi qura bilib. Amma gəldi, görürsünüz, bax, burada düşdüm minəyə. Sonra 50% bəlkə də. Bəlkə də 50%-dən də çoxdur. Müəllim tanıyıram ki, birinci sinif şagirdliyə prinsip aparır. Bəli. Çünki o müəllim olası adam deyil axı. Müəllimi seçmək lazımdır, ondan sonra oxuturmaq lazımdır. Bugün Finlandiya təhsili, Yaponiya təhsili, Singapur təhsili, Avropa təhsilini az qala gözümüzə dürtürlər. Müəllim olmaq üçün necə bizdə xüsusi təyinatlı təhsil məsələlərində təhsil almaq üçün öncədən müraciət olunur, araşdırılır və s. Müəllim olan şəxslər, yəni, mən, nə bilim, tibb universitetinə sənəd verirəm, daxil ola bilmədim, gəlib oluram kimya, biologiya müəllimi. Hüquqa sənəd verirəm, gəlib oluram tarix müəllimi. Tərcüməsiliyə, beynəlxalq əlaqələrə sənəd verirəm, gəlib oluram xarici dil müəllimi. Mühəndisliyə sənəd verirəm, gəlib düşürəm fizika müəllimliyini. Müəllimlik belə olmamalıdır. Müəllimliyə qəbul ayrılmalıdır. Müəllimliyə qəbul ayrılmalıdır. Yalnız müəllim olmaq istəyənlər. O da yoxlanılıb o şəxslər. O müəllimdə nə günah var? O, təbii ki, yəqin ki, bir başqa sahəyə getmək istəyib, gəlib düşüb ora müəllimə. Onun ruhunda, onun beynində müəllimlik yoxdur. Məsələn, necə Emin Əmrullayev kimi gedib haradasa deyək ki, Kalpasa zavodu, Piçenya zavodunun fabrikində gedib işləyə bilərdi. Amma gəlib düşüb təhsilə görürsünüz, o zihniyyətlə, o ağılla təhsili idarə edir. O da, o müəllim də eynən nazirinə oxşayıb. O da həmin beyinlə, həmin düşüncə ilə sinifi idarə edir. Birinci sinif şagirdi ilə prinsip aparır. Təbii ki, o müəllimin psixoloji problemi var.
Məktəblərdə heç nə öyrədilmir. Məktəblərdə niyə heç nə öyrədilmir? Məktəblərdə öyrənilmək mümkündür. Sadəcə məktəbdə öyrədilənlə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan üst-üstə düşmür materiallar, mövzular. Və nəticədə hamı repetitor, hamı istəyir ki, övladı olsun. İmkan var, yoxdur, repetitor yanına. Çünki məktəblərdə təhsil sistemi elə qurulub, idarə etmə sistemi elə qurulub ki, uşaqlar heç nə öyrənməsinlər. Burada məktəbin müəllimi günahı yoxdur. Müəllim seçimində problem var. Yəni, müəllim olmaq istəyən şəxs gəlib müəllim olması 5% ehtimalı. Hər 100 nəfərdən 5 nəfər. Ümumiyyətlə, Azərbaycanda qəbul sistemi elədir ki, ali məktəbə daxil olan hər 100 nəfərdən 5 nəfər istədiyi ixtisas üzrə qəbul oluna bilir. Biz illərdir təklif edirik, Dövlət İmtahan Mərkəzinin qrup imtahanı ləğv edilsin. İxtisas imtahanlarına ləğv olunur. Deyək ki, mən tarix müəllimi olmaq istəyirəm. Azərbaycanın indi hal-hazırda 47 ali məktəbi var da, ardı da açılır. 47 ali məktəbinin hansı birində tarix müəllimliyi ixtisası varsa, bəlkə birində var, bəlkə 10-unda var, bəlkə 47-sində var. Mən tarix müəllimi olmaq istəyirəmsə, tarix müəllimliyə sənəd verin. Mən həkim olmaq istəyirəmsə, yalnız həkimliyə sənəd verin. Mən tərcüməçi olmaq istəyirəmsə, yalnız tərcüməsiliyə sənəd verin. Və yaxud da fizika müəllimi olmaq istəyirəmsə, fizika müəllimiyə sənəd verin. Mühəndis olmaq istəyən gəlib fizika müəllimi olursa, hüquqşünas olmaq istəyən gəlib tarix müəllimi olursa, həkim olmaq istəyən gəlib kimya, biologiya müəllimi olursa, tərcüməçi olmaq istəyən gəlib xarici dil müəllimi olursa, bu sistemdən nə gözləyəsin? İdarə etmə sistemini də görürsünüz. Əgər ölkənin Elm və Təhsil Nazirliyinin Ümumi Təhsil Siyasəti şöbəsinin müdürü dəniz limanında inzibati bir işçi olubsa və gəlib bugün Ümumi Təhsil Siyasəti şöbəsini idarə edirsə, bugün təhsillə bağlı funksional vəzifədə Azərbaycanın şərabçılıq zavodunun, çay fabrikinin, nə bilim, tütün fabrikinin, hansı fabrikinin əməkdaşları, işçiləri gəlib funksional vəzifədə işləyirsə, siz məktəbdən, təhsildən nə gözləyəsiniz, məktəbdən nə öyrədə bilər? Bir baxın, görün bizim dəstlik müəlliflərinə, dəstliklərimizə baxın, görün nə gündədir. Və nə öyrədə bilərlər? Nə müəllimi doğru düzgün seçə bilirik, nə müəllim peşəkarlığını doğru düzgün apara bilirik, ölçə bilirik. Nə təhsilin idarə edilməsi yerindədir, nə dəstlik yerindədir, məktəbdə yaxşı, nə də ki, qəbul mexanizmi doğru düzgün. Yaxşı, məktəbdə nə öyrədilə bilər? Nə öyrədilə bilər? Axı, məktəbi elə eləyiblər ki, öyrətmək üçün deyil. Məktəbi ona görə eləyiblər ki, cəmiyyətdən narazılıq yaratsınlar. Kim? Təhsili idarə edən şəxsdir. Bəli. Belə, inanıram ki, bu son zəngdə yəqin ki, kriminal musiqilər səslənməyəcək. 207 nömrəli baş verən məktəbdə hadisədən sonra məktəb direktorları biraz senaryolara baxacaqlar. Ümumiyyətlə, bir şey yadda saxlayın ki, mən tərəfdarı deyiləm ki, işdən çıxarılmaq və s. bunun qorxusundan nəsə eləsinlər. Təsəvvürün, illərdir, bugün yazmışdım, Facebookda paylaşmışam bu məqaləni. İllərdir Azərbaycanda 8 ildən çoxdur mərkəzləşmiş qaydada məktəb direktoru imtahanı keçirdik. Hələ də Elm və Təhsil Nazirliyi müəyyən etməyib ki, ona necə məktəb direktoru lazımdır. Meyarlar yoxdur. 2011-ci ildən 14 ildir müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu keçirilir. Hələ də müəllimlərin peşə standartı yoxdur. Faciənin böyüklüyünə baxırsınız. Və Emin Əmrullah da bülbül kimi oturur, danışır da. Gah gülür, gah dişlərini ağardır, gah nə bilim, deyir ki, mən belə fikirləşirəm. Filan, o belə... Heç nə yoxdur, konsepsiya yoxdur. Bax, görürsünüz, son zənglə bağlı. Elementar bir təlimat yoxdur ki, son zəngi necə keçirsiniz.
Allah sizə kömək olsun. Allah millətimizə, dövlətimizə kömək olsun. Düşünürəm ki, tezliklə Emin Əmrullayev və onun fırıldaqçı qrupu təhsil sistemində idarə etmədən uzaqlaşdırılacaq. Elm və Təhsil Nazirliyində kifayət qədər savadlı kadrlar var. Amma hal-hazırda Elm və Təhsil Naziri Emin Əmrullayev və Elnur Əliyevin bandasının əlindədir və onlar da istədiyi kimi Elm və Təhsil Naziri nə istəyirlərsə onu eləyirlər. Məqsədləri də Azərbaycan cəmiyyətində təhsilin yolu ilə süni narazılıqlar yaratmaqdır və kifayət qədər böyük bu sahədə dırnaqarası işlər görürlər. Emin Əmrullayevin Azərbaycanda missiyasını düşünürəm ki, Azərbaycan təhsilini elə bir bataqlığa batırmaqdır ki, illər ondan sonra da qaçıb buradan gedəndə və ya işdən çıxarılanda və arzuladığı Amerikaya köçəndən sonra ki, illərlə onun vurduğu yaraları biz aradan qaldıra bilməyək. Çünki mən düşünürəm onun üzərinə götürdüyü missiya bundan ibarətdir. Gecəniz xeyrə qalsın. Yaxın günlərdə yenidən görüşəcəyik. Bildiyiniz kimi həftənin 2-4 şənbə günləri saat 21:00-da sizinlə burada canlı yayımda olurum. Videoya sonra baxanlar video bəyənin, paylaşın və bir qədər sonra demək Tam TV Elşən Qafarovun YouTube kanalında yüklənəcək və həmin videoya tam olaraq, yəni bugünkü yayımımızda tam olaraq Tam TV Elşən Qafarovun YouTube kanalında baxa bilərsiniz. Videoya sonra baxanlar da videonu bəyənib paylaşmağı, müəllim yoldaşlarına və müəllim qruplarına göndərməyi unutmasın. Sağlıqla qalın, Allah amanında. Allah millətimizi, dövlətimizi, ordumuzu və təhsil işçilərimizi, ümumilikdə bütün xalqımızı qorusun.